İqtisadçı Xalid Kərimli News 24-də açıqlamasında bildirib ki, artıq bugündən etibarən çoxuşaqlı ailələrə 140 manat müavinət veriləcək. Yəni, hər uşağa görə 140 manat. Bugündən məbləği artırılan sosial müavinətlərdən biri də çoxuşaqlı ailələrdə hər uşağa görə aylıq ödənişlərdir. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən çox uşaqlı ailələrdə hər uşağa ödənilən aylıq müavinət 33% artırılaraq 105 manatdan 140 manata çatdırılıb. Əslində qiymətlər də artsa belə, amma yəni yetərincə, faiz etibarilə yetərincə yaxşı bir artımdır. Bu yardım yalnız 5 və daha çox uşağı olan ailələrə şamil olunur. Ailədə 5-ci uşaq 1 yaşına çatdıqdan sonra sosial müavinət almaq üçün aidiyyəti üzrə müraciət edilə bilər. Və iqtisadçı qeyd edilir ki, bu ödənişi almaq üçün vətəndaşımız müavinət almaq hüququ yarandıqdan sonra yaşayış yeri üzrə DSMF-nin struktur bölməsinə, DOST mərkəzinə müraciət edə bilər. Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 gün müddətinə baxılır və müvafiq qərar qəbul edilir. Müavinətin təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edildikdə 5 gün müddətinə imtinanın səbəbləri göstərilməklə müraciət edən şəxsə rəsmi məlumat verilir. Bir daha xatırladıram, son günlər çox verilir bu sual. Uşaq pulu verilirmi? Bəli, ancaq 5 və daha çox övladı olanlara. İndiki qanunvericiliyimiz bunu belə deyək, deyir. Yəni bu cürdür. Ancaq yaxın gələcəkdə bu qanunun 3 və ya 4 uşaqdan başlaması, yəni ən azı 3 və ya da 4 uşağı olanlara da şamil edilməsi həm müzakirə edilir, həm gözlənilir.